Salam, hər vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzinin 6-cı sinif kitabı sinif testindən düzbucaqlı koordinat sistemi testinin A variantı hesabına başlayırıq. Deyir, hansı ifadə doğru deyil. Müstəvi üzərində 2 düz xətt, 3-cü düz xəttə perpendikulyardırsa, bu düz xəttlər paraleldir. Bəli, doğru deyil. Bir dənə düz xətt çəkək. 2 dənə düz xətt, ikisi də 3-cü düz xəttə perpendikulyardır. Deməli, bunlar bir-birinə paralel olur. Doğrudur. Müstəvi üzərində verilən düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə yalnız bir paralel düz xətt keçmək. Bu da doğrudur. Əgər biz bunun azca əyməli olsaq, bunlar gəlib hardasa kəsişəcək, paralel olmayacaq. Doğrudur. Müstəvi üzərində 2 düz xətt, 3-cü düz xəttə perpendikulyardırsa, onlar paralel olmalıdır. A-nın əksi olduğuna görə seçək. Absis bilirik x-dir, ordinat da y-dir. Koordinat oxunda deməli birinci x yazılır 3, sonra y yazılır -8. 3 -8 cavab D variantı. Deyir ki, bu nöqtələrdən hansı absis oxundan yuxarıda yerləşir? Biz bilirik ki, bu absis oxudur. Absis oxundan yuxarıda yerləşən rüblər birinci və ikinci rübdür. Aşağıda yerləşən rüblər isə 3-cü və 4-cü rübdür. Absis oxundan yuxarıda yerləşirsə, deməli ya birinci rübdədir, ya ikinci rübdə. Birinci rübdədə hər ikincisinin işarəsi müsbət olur, ikinci rübdə x mənfi olur, y müsbət olur. Deməli tapacaq birinci mənfi, ikinci müsbət və yaxud da hər ikisi müsbət. Deməli A nöqtəsi mənfi müsbət, bu üçüncü rübdür, bu birinci rübdür, bu da dördüncü rübdür. Deməli olacaq A və C. Burada da deyir ki, OX oxundan nəzərən simmetrikdir. Deməli, OX oxundan nəzərən simmetrik olanda nöqtə x olduğu kimi qalır, y işarəsinin əksinə dəyişir. Məsələn, tutaq ki, bu A nöqtəsidir. Bunun koordinatları 2, 3-dürsə, OX oxundan nəzərən simmetrik olanda bura yenə 2 qalır. Y burada müsbət 3-dür, burada mənfi 3 olur. Yəni x qalır, y işarəsinin əksinə dəyişir. Görək hansıdır x eynidir, amma y işarəsi əksinədir. Bax, M ilə K-da x-lər eyni qalıb, y-lərin işarəsi fərqlidir. M və K. 5-ci sualda OY oxundan nəzərən simmetriyadır. OY oxundan nəzərən simmetriyadır isə, deməli y qalır. X işarəsinin əksinə dəyişir. Məsələn, burada nöqtə 3, 4-dürsə, burada x olur -3, y olur 4. Deməli, y-lər qaldı, olduğu kimi, bax, bu eyni deyil. Bunu çıxdıq, bu da fərqlidir, çıxdıq. Aha, C variantda y-lər olduğu kimi qalıb, x-lər işarəsinin əksinə dəyişir. 6-cı sualda Məhəmməd 2 qələm 60 qəpik pul verərsə, həmin qələmdən 5-in nə qədər pul verir? 2 qələm 60 veribsə, 1 qələm 30 qəpikdir. 5 qələmi də tapanda 30 vurur 5-ə, 1 manat 50 qəpik D variantı. Deyir, nöqtələrdən koordinatlar arasında asılılıq düz asılı. Biz demişdik ki, düz asılılığın düsturu belədir. Y bərabərdir K vur x. Burada K-nı tapanda y x-ə bölürük. Yəni, burada hansının y-in x-ə böldükdə eyni qiymət alırsa, onlar düz asılıdır. Belə bir. 5-i 2-yə böləndə 2,5. 4-ü -1-ə böləndə -4. 15-i 6-ya böləndə -2,5. 16-nı -4-ə böləndə -4. Hansılar eyni oldu? -4, yəni B və D. Sonra tənasüb 6 traktor 4 saata şumlayır, 2 traktor x saata. Zamanla traktor tərs mütəmadidir. Nə qədər çox traktor işlətsən, o qədər tez görərsən. Deməli, yan-yana vuracaq. 24, 2x bərabərdir 24, x bərabərdir 12. Deməli, 12 saat. 9-cu sual. Sürəti 90 olan minik avtomobili bu qədər. Deməli, 90-la nə qədər yol gedir? 360. 60-la deyir ki, 60-dan sürətə neçə kilometr? 60-dan x. Sürətlə yol düz mütənasibdir. Ona görə bunu x şəklində vuracaq. 9x bərabərdir 360 bölü 60. Bunu kəsrlə yazaq. 90x daha doğrusu 90 məxrəcə gətirək. İxtisara aparaq olacaq 240 kilometr yol gedir. Burada da belə bir asılılıq verib. Burada x-in yeni -1 qoyub, birlik tapacaq. 5 vur -1 çıx 3 -8. 1-dir. Sonra 5 vur 2 çıx 3 7. 2a. 5 vur -4 çıx 3 -23. 3B. İndi keçək növbəti B variantına. B variantında yenə belə şifahi sual verilib. Müstəvi yenə səhvi soruşur. Müstəvi üzərində verilmiş düz xəttə aid olmayan nöqtədən bu düz xəttə yalnız bir paralel düz xətt keçmək olur. Bir dedik ki, bu doğrudur. İki müstəvi düz xətt müstəvi üzərində ya bir nöqtədə kəsişir, ya da paraleldir. Bu da doğrudur. Ya bunlar hardasa gəlib kəsişəcək və yaxud da heç kəsişməyəcək, yəni paraleldir. Paralel düz xəttlər arasında paralel düz xətlərin parçaları bərabər düzdür. 2 dənə paralel düz xəttə 2 dənə paralel düz xətt qoysaq, bu məsafələr eyni olacaq. Müstəvi üzərində verilən düz xətt üzərində yerləşməyən nöqtə, bu nöqtə 2 paralel düz xətt keçmək olur. Deməli, burada bir paralel düz xətt idi, bu deyir 2 bir-birinə ziddir, deməli bu səhvdir. Yenə burada birinci x, y, -2 9 D variantı. Burada da deyir ki, absis oxundan aşağıda. Bir yaxlar demişdik ki, absis oxundan aşağıda yerləşən rüblər birinci və 4, üçüncü və dördüncü rüblər. Üçüncü rübdə hər ikisi mənfi olur, dördüncü rübdə x müsbət, y mənfi. Deməli, bu işarələri axtarırıq. Hər ikisi mənfi olan. Birinci müsbət, sonra mənfi olan, yəni NK. OY oxundan nəzərən simmetrik olanda y olduğu kimi qalır. X işarəsinin əksinə dəyişir. Y hər ikisində 5-dir, x bir-birinin əksidir. Deməli, A və C. 5-ci sualda OX oxundan nəzərən simmetrikdir. Yenə burada x hər ikisində eyni olmalıdır. Bu eyni deyil, eyni deyil, eyni deyil, eynidir. Y isə bir-birinin əksi D variantı. Deməli, Azər 3 kitaba 9 manat 30 qəpik pul verir. Deməli, bir kitab 3 manat 10 qəpikdir. 4 belə kitab nə qədər olar? 12 manat 40 qəpik. Burada da yenə deyir ki, düz mütənasib asılılıq. Düz mütənasib asılılıqda dedik ki, K, y bölü x olur. Yəni, y-lərin x-nə böləcək. Hansıda eyni cavab alsaq, ikisini də onları götürəcək. Deməli, 8-i 3-ə bölürük, 2,2. 7-ni -2-yə bölürük, -3,5. 14-ü 4-ə bölürük, müsbət 3,5. 24-ü 9-a bölürük. Deməli, baxın burada 24 9-a böləndə kəsr kimi yazaq. Aşağıda 9, yuxarıda 24. Bunları 3-ə ixtisar eləsək, aşağı 3 olur, yuxarı 8. Bu da olur 2,2. Deməli, birinci cavabla bu eynidir. M-lə Y, M və Y. M və Y, yəni C variantı yenə belə bir tənasüb tapşırıqda 8 fəhlə 6 günə, 12 fəhlə x günə. Yenə bunlar tərs mütənasibdir, yan-yana vurulur. Nə qədər çox fəhlə işləsən, o qədər işi tez görərsən. Yəni zaman az olar. 12x bərabərdir 48, x bərabərdir 4. Yenə burada tənasübdir 4 günə 12 kilometr, 6 günə x kilometr. Burada düz asılıdır. Çünki nə qədər çox, neçə gün çox yolda olsan, o qədər çox yol gedərsən. X şəklində vuracaq 6x bərabərdir 48, x bərabərdir 8. 10-cu sualda yenə cavab 8-dir burada. 10-cu sualda yenə x-in qiyməti yerinə qoyuruq. -3, -2 yavranda 6, 6-ın üstünə 5 gələndə 11. 1-dir. X-in yenə 1 qoyuruq. -3, 1 yavranda -3, -3-ün üstünə 5 gələndə 2. 2-ci. -3, -3 yavranda müsbət 9, müsbət 9-ün üstünə 5 gələndə 14. Sağ olun, izahınız bu qədər.